Salam yoldaşlar, hər bir salam yenə. Bu videoda artıq videoların network hissəsinin bitməyə, nəzəri hissənin bitməyə az qalıb. İndi 2 video ya da 3 video burada nəzəri hissəni bitirərik. Bundan sonra bir ədəd praktik eləyərik. Windows'da network troubleshooting nələr etmək lazımdır, nələr bilmək lazımdır. Bunlardan danışaram, həm göstərərəm. Ondan sonra bizim sınaqlarımız var. O sınaqları da işlədirib bu network hissəsini bitirərik. Deməli, davam edək buradan. NFS nədir yoldaşlar? Network file sistemi deməkdir. Biz Linux qurğuları üzərində virtual maşınlarda serverlərdə biz storage'in paylaşılması üçün istifadə olunur. Bu application yerində işləyir. Portu da səhv eləmirəmsə NFS-in default portu yadıma çıxdı burada. Burada da qeyd eləməmişəm. Özüm də yadıma çıxıb default portu. Amma belə deyim ki, client server məntiqi ilə işləyir. Server tərəf eksport edir. Artıq client tərəf də bunu qəbul edir. İndi Linux tərəfdə bunlardan danışmışam. Çox da göstərməklə də kəlmə ehtiyacı yoxdur. Amma ümumi məntiq budur. Network file sistemi deməkdir. Sistem server tərəfdən paylaşılır. Client tərəfdən isə artıq mount edilir. İndi bunu AutoFS-dən də edirlər ki, sistemə o qədər ümumi yük düşməsin. Bizim Samba'mız var. Samba'da eni ilə buradakı NFS kimidir. Amma burada biraz fərqli işləyir. Artıq Samba'nın işləmə məntiqi Linux, Windows, Windows, Linux qurğuları arasında paylaşma və Windows, Windows arasında paylaşma icazə verir. Şerit paylaşım üçün 441-dən istifadə edir. Port paylaşım üçün folderda isə 901-dən istifadə edir. İndi Samba'nın göstərməyi application yerində yerləşir həm də. Samba'nın göstərməyi bu videoda göstərməyəcəm. Bu nəzəri hissələr bitsin, tamam. Praktik videoda ümumi Windows'da nələr edilməlidir, nələr edilə bilər şəbəkə üzərindən. Onun bir videosu olacaq. Ona görə yəni Samba'nı burada göstərmirəm, amma o hissədə Samba'nı göstərəcəm sizə. İndi biz bu NFS-dən Samba'dan danışdıq. Bunu başa düşən üçün biz ümumi paylaşım storage temalarından da danışaq ki, tam başa düşək. Düzdür, bunlar network'a aid deyil. Bir mənalı network da aid deyil, network'a da aid deyil, amma keçsək daha yaxşıdır ki, tam sistemi başa düşək. Ümumi ilk olaraq dastan danışaq yoldaşlar. Direkt attack storage edir. Biz artıq bir server üzərindən və fərqli yoxdur personel üzərindən birbaşa disk storage-a bağlanmadan söhbət gedir. Yəni ola bilər bu texnologiyası ilə RT vasitəsilə bağlı olma. Ola bilər bu birbaşa SATA kabelinə taxıb diskdən artıq serverə və PC-yə gəlir ki, məlumat bunun üzərindən ötürülür və sürəti də artıq bizim ötürülmə sürətimizə görə dəyişir. Buradan FC-dən, SAS-dan, SATA-dan istifadə edə bilərsən. Yəni birbaşa storage-dən serverə və PC-yə gəlmə yoludur bu. Ən sürətli yollardan biridir. Bizim buradan dedik ki, buradan OS-in layer 1-də yerləşir. Çünki fizikal artıq qatdı bu. SATA, SAS və Fiber channel vasitəsilə bağlamaq üçün və blok level üzərində işləyir. Yəni ki, artıq fayl sistemi biz server tərəfdə dəyişə bilirik. Ondan sonra bizim NAS-ımız var. Network Attack Storage edir burada. Burada isə sistem biraz fərqlidir. Yeni ilə burada da artıq OS-in application yerində əsasən NFS-də Samba burada aiddir buna. Qovluq paylaşımın məntiqi ilə işləyir bu NAS. NAS-ın belə deyim ki, isə qovluq paylaşırsan, amma artıq paylaşdığın burada qovluq artıq bu NAS üzərindən fayl sistemi təyin olunur və buradan gedir. Yəni burada NFS artıq fayl sistemi isə bu qovluq şəkildə o fayl sistemi görəcək və ümumi qovluq paylaşımı istifadə olunur. Yəni burada sən nəsə dəyişə bilməzsən. Bundan fərqli olaraq isə sən artıq blok səviyyəsində paylaşma icazə verir. O isə 2, 3, 4-cü qatında işləyir. Ezelin də üzərindən, iSky üzərindən paylaşma icazə verir. Blok level. Blok levelin yəni nə? Artıq mən NAS vasitəsilə bu şəkil niyə belə pis görsənir burada? Yəni NAS vasitəsilə mən konkret seçili quru üzərindən buradan fayl sistemi dəyişmirəm. Artıq kimi, disk kimi paylaşıram. Gəlib bunun üzərindən, client üzərindən fayl sistemi də yarada bilərəm. Nə üçün istifadə olunur? Artıq biz serverdən bunu paylaşırıq. Artıq clientlərdə, serverlərdə artıq bunu mount olunur və seçili fayl sistemi yaradılır və orada da yaradılır. Yəni o cəhətdən ən çox istifadə olunan texnologiya ki, nəinki NAS, ən çox istifadə olunan sandır. Sürəti də
blok səviyyəsində olsun daha sürətlidir digərlərinə görə. Yəni, DAS-a yaxın da, yəni demək olar ki, DAS-a çox yaxındır, amma tam DAS deyil, amma DAS-a çox yaxındır. Gəldik buradan indi RIT sistemlərinə. Lakin indi deyə bilərsiniz RIT hara, şəbəkə hara. Amma bu mövzulardan danışdımsa, bundan da danışıb bu mövzunu tam artıq bitirmək istəyirəm ki, tam başlayacaq. RIT nədir? Ümumi sistem disklərinin təhlükəsizliyin qarşısı. Təhlükəsizliyin yəni məlumat itkisinin qarşısını almaq üçün istifadə olunan RIT sistemidir. RIT-in müxtəlif növləri var və istifadə yerlərinə görə bunlar dəyişir. İlk olaraq RIT sıfırdan danışsaq, amma buradan danışsaq RIT təmin edən texnologiyadır. Məhsulların sürəti artırma və disklərin ümumi quruluşuna dəyişərək sıradan seçili bir diskin indi 1 də ola bilər, 2 də ola bilər, diskin sıradan çıxmasına görə bu RIT-in özünə görə dəyişir. Təsir və OSI layerinin fizikal mərhələsində işləyir. Buradan ilk olaraq RAID sıfırdan başlasam, RAID 1 artıq string məhni ilə işləyir. RAID 0 məlumatlar 2 dənə disk üzərindən götürsək. Misal mənim burada 1 TB diskim var, burada da 1 TB diskim var. Artıq blokları 2 hissəyə bölünür. Yəni blokun biri ilk diskə göndərilir, ikinci diskə. Bu sürət baxımından çox yaxşıdır, yəni RAID 0. Amma problem nədir ki, burada oldu ki, bir disk zədələndi, digər məlumat da oxuna bilmir və saz etkisi olur. Yəni bizim 2 TB-lik bir diskimiz olduqda 1 TB kimi görsənir. O cəhətdən məhrumdur. Ondan sonra RAID 1 var. RAID 1 mirroring tipi ilə işləyir. Artıq copy məntiqi ilə işləyir. Bir diskdəki bütün məlumatlar digər diskdə də olur ki, oldu ki, bu disk sıradan çıxsa, digərindən məlumatlar bərpa oluna bilsin. Bu size baxımından bizi eyni ilə deməli üzr istəyirəm, RAID 0-dan buradan sürətli, amma şeydə burada 2 TB diski ilə 2 TB kimi istifadə edə bilirik buradan, amma diskin biri buradan sıradan çıxanda digəri də buradan sıradan çıxır. Amma RAID 1-də artıq bir size etkisi olur. Çünki məlumatın təhlükəsizliyi təmin olunur. Bir disk sıradan çıxanda digərində olur. Eyni məlumat digərində kopyalandığı üçün bizim 2 TB diskimiz varsa 1 Amma RAID 0-da tərsinədir. Yəni 2 TB diskimiz varsa 2 TB kimi də istifadə edə bilirik. İndi bunu çəkimini göstərmək olar əslində əlavə disk mount eləyib. Amma buna ehtiyac yoxdur. Çünki nəzərən başa düşürsüz, məncə kifayətdir bu mövzu. Bunu 30'da yine. Ondan sonra RAID 5 texnologiyaları ən çox istifadə olunan texnologiyaların biridir. RAID 5 nəyə görə istifadə olunur? Məlumatlar parity vasitəsilə bir blok sayəsində saxlanılır. Yəni ki, burada A1, B1, C1 məlumatlar var, düzdür. Oldu ki, buradakı artıq parity məlumatın biri sıradan çıxsa, digərindən bərpa edə bilir. Yəni ki, burada 4 dənə disk var. Bir disk əgər tam sıradan çıxsa, biz digər disklərdə hər birində parity, yəni bunun məlumatların kopyası var, belə məntiqlə desəm. Artıq bir disk sıradan çıxsa, bu diskdəki məlumatlar üçündə ardıcıl bölünüb də bu diski çıxardıb yeni bir disk stakanda bu məlumatlar yenə bura kopyalanır ki, artıq təhlükəsizliyini təmin edəsən. Burada da indi sürət pis deyil, amma təbii ki, RAID 0-da kimi deyil. Bir də ki, burada ancaq bir disk sıradan çıxa bilsin. Təbii ki, bunlar maliyyətli texnologiyalardır. RAID-də birbaşa da hardware serverdən gəlməmişdən bölürsən oradan, yəni belə deyək ki, BIOS-da bunu təyin edirsən, serverin BIOS-unda. Desən bu storage-lər hansı texnologiyadan istifadə edəcək? Bunda oldu ki, dəyişəndə disklərin ömrü bitəndə gərək ki, təhlükəsizlik tam təmin edilsin. Biz son vaxtlar Azərbaycanda birində olmuşdu kargo şirkətlərində. RAID 5-imiz gəlib bu disklərin də ömrü azalmışmış. Bunu sıradan çıxarılıb, bunlara çox iş düşüb, o ki, hamısı sıradan çıxıb. Bütün data gedib, təsəvvür edin. Böyük kitdə, yəni ki, hər şey cəhənnəmi, data cəhənnəm. Sizin print formada görsəndiyiniz insan deməyə, bir müştəri gözündən itirirsə, artıq sizin gəlir mənbənizdə çox saylı fərq eləyir. Nəticədə şirkət iflasa qədər gedir. İflas da olmasa ümumi gəlirlər xeyli aşağı düşür ki, artıq brend baxımından gözdən düşürsünüz. RAID 6 RAID 5-ə çox oxşuyur. Burada 2 parity saxlanılır. Bu daha çox resurs lazım olur. Minimal 4 disk lazım olur. RAID 5-də isə minimal 3 disk lazım olur istifadə olunması üçün. RAID 6-da xərclər daha çoxdur. Amma RAID 6-da istifadə olunur RAID 5-dən, amma maliyyə baxımından biraz
ucuzluq olduğu üçün RID 5 Azərbaycanda daha çox yayılıb. Nəinki RID 6. RID 6 da yayılıb təbii ki. Amma RID 5 daha çox yayılıb. Buradan danışsam, buradan deyək ki, Steam Double Parity vəslə dəstəyi. Double Parity odur ki, yəni 2 disk sıradan çıxsa bunu bərpa edə bilər bu disklər. İndi RID 1+0 var, yəni RID 10. Burada da əsas məntiq RID 0-dır. Daha sonra RID 1-dir. Yəni bir məlumat bura yazılır, bir məlumat bura. Və RID 1 inteqrasiya olunmuş şəkildə saxlanılır. Yəni baxsaq burada şəkildə tam başa düşərik ki, amma bunun nəyə pisdir ki, buradakı diskdə sıradan çıxsa, artıq buradakı məlumatlar da oxuna bilmir. Amma burada RID 0+1 var. Mərkəz 1 məntiqi ilə işləyir. Amma burada 2 deyil. Məncə bu daha ona nisbətən yaxşıdır. Təbii ki, bu yaxşıdır, bu pis demək üçün istifadə yerlərinə görə dəyişir bu RID texnologiyaları. Harda nə istifadə olunacaqsa ona uyğun deyil. RID 0-da istifadə olunan yerlər var, RID 1-in də istifadə olunduğu yerlər var. Təbii ki, biz bu RID 0.1, 1.0 deyirik. Bunların hamısı ayrı bir xərcdir. Sən normalda 1 TB istifadə eləməsən, belə olanda 3 TB. Nəticədə hamısı bunların xərcidir. Biznes standartlarına da bunlar təsir edir. Nə qədər düzdür, şirkətin nə qədər biznesdə olsa, əsas qorunalıdır, verilərin belə deyək də təhlükəsizliyi əsasdır. Onlara bir şey olduqda artıq şirkətin heç bir adı da qalmır ortada. Ona görə bunlara xüsusən fikir verirlər. RID 0+1 də bu idi. İndi bu mövzunu burada saxlayım, videonu bitirəcəm. Ümumi RID haqqında danışdım. Bir də yenə deyirəm, RID haqqında şəbəkədən ona görə danışdım ki, biz NFS Sambadan danışdıq bu mövzuda. Bunları da paylaşımın əsas fayl sistemlərindən DAS, NAS, SAN-dan danışdım. Və bunun da ardınca RID-dən danışdım ki, bu hissəni, bu storage hissə tam başa düşərsiniz. Şəbəkə ümumi quruluşu necə olur? Qabaqda da heç problem olmasın. Kimsə sizin yanınızda RID-dən danışsa, bilin ki, RID bunun üçündür. Nə üçün istifadə olunur? Hansı üsullar var və harda nədən istifadə olunur? Belə yoldaşlar, bu videonu bitirirəm. Növbəti videoda görüşənə qədər Allah'a emanet olun.